Gürcüstanda 2024-cü il üzrə əhalinin siyahıya alınmasının ilkin nəticələri elan olunub. Bu barədə Milli Statistika Xidməti məlumat verib. Məlumata əsasən 2024-cü il noyabrın 14-nə olan vəziyyətə görə ölkə əhalisinin sayı 3 milyon 914 min nəfər təşkil edib. Əhalinin 2 milyon 78 min nəfəri qadınlar, 1 milyon 836 min nəfəri isə kişilərdir. Sakstatın məlumatına görə əhalinin 62%, yəni 2 milyon 423 min nəfər şəhərlərdə, 38%, 1 milyon 491 min nəfər isə kənd yerlərində yaşayır. Regionlar üzrə baxıldıqda Tbilisi istisna olmaqla şəhər tipli yaşayış məntəqələrində ən yüksək pay Acaraya aiddir. Siyahıya almanın nəticələrinə görə Tbilisidə Gürcüstan əhalisinin 34% yaşayır. Əhalinin sayına görə ikinci yerdə İmreti, üçüncü yerdə isə Kromokhartli qərarlaşıb.